Herkesi salamlayıram. Bugün sizə ən asan yarpaq dolması necə hazırlanır onu göstərəcəm. Əgər evinizə qonaq gəlməyəcəksə, o zaman dolmanı belə hazırlayın. Sizi əmin eləyirəm ki, yarpaq dolmasından heç də fərqlənmir dadı. Həm də hazırlanması o qədər asandır ki, saatlarla dolma bükməyinizə ehtiyac yoxdur. Yoldaşımın ən sevdiyi yemək yarpaq dolmasıdır və evə girdiyi an eyindən yarpaq dolması hazırladığımı bildi. Və nəinki mən, o da dadını çox bəyəndi. Çünki heç bir fərqi yox idi. Sadəcə bükmək yerinə doğrayıb içinə qatmışdım. Məncə bu reseptdə heç kim yox deməyəcək. Dolma üçün göyərtiləri yuyub doğradım. Soğanı da doğradıqdan sonra tavaya kərə yağını alıb soğanı tavaya əlavə edib biraz bişirirəm. Və biraz bişən soğana əti əlavə edirəm. Videodan da gördüyünüz kimi mən ətə quyruq yağı da əlavə eləmişəm. Bu arada əziz izləyicilərim, əgər reseptimi bəyənsəz, videonu bəyənməyi unutmayın. Ət orada bişənə qədər yarpaqları hazırlayıram. Bişirəcəyiniz qədər yarpaqları götürüb qazana qaynar suyu əlavə edin. Və qaynar suya yarpaqları qoyub 1 dəqiqə saxlayın. 1 dəqiqə saxladıqdan sonra suyunu dəyişib soyuq suyla əvəz eləyin. Ətə ədviyyatları tökdükdən sonra yarpaqları doğramağa başlayıram. Yarpaqları bu formada qatlayıb doğrayıram. Doğradığım yarpaqları və göyərtini ətin üzərinə əlavə edib, üzərinə biraz da kərə yağını qoyub bişməyə göndərirəm. Az xodda özü asta-asta bişir. Siz də hazırlayıb mütləq fikirlərinizi mənimlə bölüşün. Bu arada kanalıma hələ də abunə deyilsinizsə abunə olmağı unutmayın. Abunə olun ki, növbəti paylaşacağım maraqlı videoları qaçırtmayasınız. Çalışdığım qədər ən pratik və ləzzətli yeməkləri sizlər üçün hazırlayıram. Ümid edirəm ki, sizlər də bəyənirsiniz. O zaman videonun altında bəyənmə işarəsinə basmağı da unutmayın. Həftədə bir dəfə sizlər üçün dünya mətbəxindən bir yemək hazırlamaq istəyirəm. Məncə, hər bir mətbəxdən yeməklərin ləzzətini bilsək yaxşı olar. Mənə hər bir ölkənin ən məşhur yeməkləri həmişə maraqlı gəlir. Onları da hazırlayıb sizlərlə mütləq bölüşəcəm. Əgər izləməmişsinizsə, Fransanın ən məşhur yeməyi olan fransız soğan şorbasını artıq bölüşmüşəm. Növbəti yemək isə Yunan mətbəxinə aid olacaq. Ümid edirəm ki, bəyənərsiniz. Əgər sizin də gedib yeyib də çox bəyəndiyiniz yeməklər olubsa, o zaman onları mənimlə bölüşün. Adlarını bölüşün, mən də onları sizlər üçün tapıb və hazırlayım. Bu yeməyim isə Azərbaycan mətbəxinin ən gözəl yeməklərindən biridir. Videomu sona qədər izləyən hər kəsə təşəkkürlər.